Hər birinizi xoş gördük. Hörmətli kanal izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Bugün sizə 2 sot 10 kvadratda yerləşən geniş, möhtəşəm 5 otaqlı evimizin təqdimatındayım. Bilirsiniz ki, bir neçə gün bundan qabaq bu evi 158 bin manata satışa çıxarmışdı ev sahibi. Amma bugün təcili pul lazım olduğuna görə 6 bin manat endirim eləyib, elə deyiləcək qiymətin içində yenə də endirim olunacaq. Hal-hazırda 152 bin manata təklif olunur. Real müştərilərdən dediyim kimi yenə razılaşmaq olacaq. Kupçalıdır, evin də torpağın da kupçası var ki, dövlət ipotekasına yararlıdır. Həyətyanı sahəsinə rahat şəkildə 4-5 avtomobil daxil ola bilir. Hündür kürsüyə malikdir. İrəliyən dəqiqələrdə hər birisini izah edəcəm. Yerdən 6 daş kürsülü evin divarlarında fon işıqlarına kimi quraşdırılıb. Gecə işıqlanması möhtəşəm. Vitraj şəbəkə pəncərələr evə möhtəşəm gözəllik qatır. Gördüyünüz kimi kürsü arası bütöv ağlay daşlardan işlənilib. Digər hissələr isə isti ağlaydan istifadə olunub. Evin zaborların, hasarların ətəkləri ağlay. Bisetkasına kimi hər birisi mövcuddur. Bisetka da gördüyünüz kimi ağlay daş və qabancıqdan istifadə olunub. Pultla dövrən jalüz qapısı, avtomobil daxil olan qapı, əl qapısı addenli. Hər bir setkanın işıqlanması, həyətyanın işıqlanması möhtəşəmdir, dəyərli izləyicilərim. Təbii ki, gündüz vaxtıdır. Gecə vaxtı tam gözəl görsənir. Və evin çöldən, baxın, məhəllədən də hasar hissəsini göstərim ki, ağlay daşlardan işlənilib. Yəni ki, bunlar hamısı üstünlüklərdən biridir. Daxil olaq evimizin əsas gedək təmin hissəsini göstərib. Gözəl bir evdir. Bugün satışda olan 5 otaqlar içində ən böyük kvadrata malik olan 5 otaqdır. Hündür zirzəmisini elə bu hissədən göstərəcəm sizə. Adam boyu hündürlüyündə zirzəmisi var ki, evin arxa tərəfinə də çıxışı var. Bunun içində qoşa daşdan inşa olunub, fundament, kəmər, mərtəbə arasında analit də mövcuddur. Evimizə daxil olarkən belə bir gözəl dəhliz bizi qarşılayır. Otaqlara bölgü dəhliz vasitəsində ikinci mərtəbə qalxan pilləkənlər beton pilləkənlərdir, üzüm meşə materiallarından işlənilib. Qranit metlaq gördüyünüz hissələr isə hər birisi istipoldan təchiz olunub. Bu hissədə yerləşir evimizin gözəl, möhtəşəm qonaq otağı. Gördüyünüz kimi səliqəli təmiri var, tavan hündürlüyü çoxdur. Hər bir otağa çırçıraqlardan, figurlardan bəzədilib. Burada yerləşir evimizin mətbəxi. Maşallah olsun, mətbəx də genişdir. İşıqlı bir ev görməkdə izləyicilərimiz. Evin arxa tərəfində də kifayət qədər torpaq sahəsi var. Səliqəyə salınacaq. Bütün kameralar da mətbəxdə mövcuddur. Burada yerləşir birinci mərtəbədə olan yataq otağı. Baxın, birinci mərtəbədə olan yataq otağı adətən beş otaqlarda kvadrat cəhətdən kiçik olur, amma burada kvadrat genişdir. Bu hissədə yerləşir birinci mərtəbədə sanitar qovşağı. Bu hissədə dekorativ güzgüdən istifadə olunub, internetinə kimi hər birisi işlək vəziyyətdədir. Kupçada, hörmətli izləyicilərimiz, Kupçada bilirsiniz ki, sırf yaşayış sahəsi yazılır da, yəni laminat sahəsi 148 kvadratdır. Evimiz isə çöldən çölə 12 yarımı, 8 yarımadır. Dəhliz genişdir. İkinci mərtəbəndə dəhlizi genişdir. Otaqlar bölgü dəhliz vasitəsindəndir. Birinci mərtəbədə gördüyünüz o geniş qonaq otağı genişliyində ikinci mərtəbədə eyni kvadratda yataq otağı yerləşir. Burada geniş yataq otağından biridir. Burada sonuncu yataq otağı. Adətən bu otaq uşaq otağı kimi nəzərdə tutulur, amma bu uşaq otağından qat-qat genişdir kvadratı. Burada ikinci mərtəbənin sanitar qovşağı. Yerləşməyə gözəl ərazidə Abşeron rayonu Masazır qəsəbəsi 6 saylı məktəbə Daşqun bazarına yaxın ərazidə yerləşir. Eyvan sahəsi də genişdir. Öz həyətyanı sahəsinə baxır, ətraf hamısı yaşayışdır. 569 nömrəli marşrut xəttinə də yaxındır. 051 635 17 97 nömrəmizə əlaqə saxlayıb daha dolğun məlumat ala bilərsiniz. Startlı qiymət öncədən açıqlamışdım. 158 bin manatdan hal-hazırda 152 bin manata endirim olunub. 152 bin manatdan da yenə də endirim olacaq. Sadəcə bir daha nömrəni təkrar edirəm. 051 635 17 97 nömrəmizə əlaqə saxlayıb daha dolğun məlumat ala bilərsiniz. İzlədiyi üçün hər birinizə təşəkkür edirəm. Birbaşa Duz gölündə arxa pəncərədən görünüş də var. Kanalımıza abunə olub videoları bəyənməyi unutmayın.